Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlığı ilə yenidən qarşınızdayım. Belə bir şad xəbər çıxdı qarşıma. Belə ki, Azərbaycanda orta pensiya məbləği artacaq. Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 manat olacağı proqnozlaşdırılır. Manşet az xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitələrinin keçirilən birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib. Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin isə cari ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəldilməsi proqnozlaşdırılır. Bundan başqa gələn il üçün yaşayış minimum və ehtiyac meyarı da artırılaraq 300 manat olacaq. Bax belə izləyicilər, əslində günlərdir ki, ancaq qiymət artımı, yeni vergilərin tətbiqi və sair kimi xəbərlər tirajlanır. Əslində bu cür şad xəbərlərə daha çox ehtiyac var. Bu yüzdən sizinlə bunu bölüşmək istədim. Siz də öz növbənizdə bu videonu bəyənib bölüşün ki, daha çox insan izləyə bilsin. Fikirlərinizi də həmişə kimi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada səhifəmə abunə olmağı da unutmayın. Ən əsası özünüzlə müğayət olun.